Təsəvvür edin, avtomobilinizin sükanı arxasında deyilsiniz, amma maşın özü hərəkət edir, sakitcə. Birdən, heç gözləmədiyiniz anda qarşıya bir maneə çıxır. Süni intellekt saniyələr içində qərar verməlidir. Sizi qorusun, yoxsa başqalarını. Bax, bu artıq elmi fantastika deyil, özünü idarə edən avtomobillərin gündəmə gətirdiyi çox kəskin bir reallıqdır. Bəs bu texnologiya həqiqətən yollarımızı daha təhlükəsiz edəcəkmi? Yoxsa gözləmədiyimiz yeni risklər yaradır? Bir və sıfıra xoş gəlmisiniz. Bugün özünü idarə edən avtomobillər, reallıq və təhlükələr mövzusunu sizinlə paylaşdığınız mənbələr əsasında dərinləməsini araşdıracağıq. Yəni, bu texnologiyanın bugünkü vəziyyətinə baxaq, vəd etdiyi imkanlar, amma ən əsası üzləşdiyi çətinliklər və təhlükələrə birlikdə nəzər salaq. Gəlin başlayaq. Başlanğıc üçün özünü idarə edən deyəndə nə başa düşürük əslində? Bu çox vacib sualdır başlanğıc üçün. Çünki tam avtonomluq, yəni insanın heç bir müdaxiləsi olmadan hər yerdə, hər şəraitdə gedən maşın, bu hələ real deyil, eləmi? Bəli, qətiyyən real deyil hələlik. Sizin də materiallarda qeyd olunduğu kimi, hazırda gördüyümüz əsasən iki tip sistemdir. Ya Tesla kimi avtomobillərdə olan sürücüyə yardımçı texnologiyalar, yəni ADAS dediyimiz, Bəli. ya da Waymo kimi müəyyən şəraitdə, məsələn, müəyyən bir şəhər ərazisində idarə etməni tam öhdəsinə götürən avtomatlaşdırılmış idarə etmə sistemləri, yəni ADS. Amma bunlarda da ya insan nəzarəti lazımdır, ya da çox məhdud ərazilərdə işləyirlər. Deməli, o məşhur 5 səviyyəli şkala var, 0-dan 5-ə qədər. Hazırda bazarda əsasən səviyyə 2 və 3 var, elə? Tamamilə doğrudur, səviyyə 2 və 3. Bu da o deməkdir ki, sürücü, yəni siz, hələ də tam diqqətli olmalısınız, telefonla oynamamalısınız, ətrafı izləməlisiniz və lazım gəldikdə dərhal sükanı ələ almağa hazır olmalısınız. Yardımcı funksiyalar daşıyır. Sürücünün daimi ayıq-sayıqlığı mütləqdir. Texnologiya çox sürətlə inkişaf edir, onu dana bilmərik, amma o, səviyyə 5 dediyimiz, yəni əsl avtonomluq hələ uzaqdadır. Bəs yaxşı, bu qədər səy, bu qədər investisiya niyə qoyulur? Bu texnologiyanın əsas vəd etdiyi üstünlüklər nələrdir? Mənbələrdə daha rahat, stressiz səyahətlərdən, avtomatik parkingdən danışılır. Potensial faydalar həqiqətən çoxdur, hətta cəlbedicidir. Məsələn, təhlükəsizliyin artması. İnsan səhvləri bilirsiniz ki, yol qəzalarının əsas səbəbidir. Bu sistemlər yorulmur, diqqəti yayılmır, nəzəri olaraq. Sonra tıkacların azalması potensialı var, çünki maşınlar bir-biri ilə əlaqədə olub daha optimal hərəkət edə bilər. Və əlbəttə yaşlılar və ya hərəkət məhdudiyyətli insanlar üçün mobilliyin artması. Bu çox böyük sosial faydadır. Təsəvvür edin, artıq kimdənsə asılı olmadan hərəkət edə bilirlər. Bəli, bu həqiqətən vacib məqamdır. Amma reallıq biraz daha mürəkkəbdir deyəsən. Qəza statistikalarına baxaq, ABŞ-ın NCTC qurumunun məlumatlarına görə 2019 avqustdan 2024 iyuna qədər təxminən 4000 qəza qeydə alınıb bu sistemlərlə bağlı. Bəli, 3979 dəqiq desək. Və ən çox hadisə də 2022-ci ildə olub, 1450 hadisə. Və bu hadisələrin təxminən 10% xəsarətlə, 2% isə ölümlə nəticələnib. Ümumilikdə 83 ölüm. Bu rəqəmlər adamı düşündürür. Düşündürür, əlbəttə. Məlumatlarda Tesla ADS və Waymo ADS ən çox hadisə bildirən şirkətlər kimi görünür. Amma burada bir məqam var, onu da qeyd etmək lazımdır. Bu, onların yollarda daha çox avtomobilə sahib olmasıyla, yəni daha çox məsafə qət etmələri ilə də əlaqəli ola bilər. Yəni, sırf say çoxluğu sistemin daha təhlükəli olması demək deyil. Tamamən yox. Amma hər bir qəza, xüsusilə də ölümlə nəticələnən hadisələr göstərir ki, texnologiyanın hələ də həll etməli olduğu ciddi problemlər var, çatışmazlıqlar var. Bəli, məsələn, o məşhur 2018-ci il Uber qəzası Arizonada piyada Elaine Herzbergin ölümü ilə nəticələnmişdi. Bu hadisə çox şeyi göstərdi deyəsən. Tamamilə. O hadisə, necə deyim, bir dönüş nöqtəsi oldu bəlkə də.
NTSB, yəni ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının araşdırması çox maraqlı, eyni zamanda narahat edici detallar ortaya qoydu. Nə kimi detallar? Deməli, Uber avtomobilinin sistemi, onun sensorları Herzbergi qəzadan təxminən 6 saniyə əvvəl aşkarlayıb. Amma Nə? Amma onu düzgün təsnif edə bilməyib. Yəni, sistem anlamayıb ki, bu yolda qəfil peyda olan bir piyadadır. Əvvəlcə naməlum obyekt kimi qeydə alıb, sonra avtomobil, sonra velosiped, bu cür çaşqınlıq içində olub. Ciddi səhvdir bu. Çox. Ən pisi də odur ki, sistem təcili əyləci işə salmağın lazım olduğunu qəzadan 1.3 saniyə əvvəl müəyyən edib. Ancaq bu funksiya kompüter nəzarəti altında ikən bilərəkdən deaktiv edilibmiş. Necə yəni deaktiv edilib? Niyə? Səbəb kimi qeyri-sabit davranışların qarşısını almaq göstərilib. Yəni, sistemin hər kiçik maneəyə görə kəskin tormozlanmasının qarşısını almaq üçün belə bir təhlükəsizlik tədbiri. Amma faciəvi nəticəyə gətirib çıxarıb. Bu inanılmazdı. Üstəlik o vaxt ehtiyat sürücü də var idi maşında, amma onun da diqqəti yolda değildi deyəsən. Bəli, araşdırma göstərdi ki, sürücü telefonda video izləyirmiş və qəzadan saniyələr əvvəl yola baxmayıb, vaxtında müdaxilə edə bilməyib. Deməli, bu tək bir problem deyil. Həm proqram təminatı səhvi var, həm sensorların məhdudiyyəti, həm də insan faktoru, hamısı bir yerdə. Bəli, bir zəncirvari səhvlər və problemlər toplusu. Və bu bizi qaçılmaz olaraq etik dilemmalara gətirir. O məşhur Trolley problemini xatırlayırsınız. Əlbəttə. Ya bir nəfəri qurban verirsən, ya 5 nəfəri. Bəli, indi onun avtomobil versiyasını düşünün. Qaçılmaz qəza anıdır. Maşının qarşısında bir qrup piyada var, amma yayınsa, içindəki sərnişin təhlükəyə düşəcək. Süni intellekt, yəni onu proqramlaşdıranlar, bu anda necə qərar verməlidir? Kimi qorumalıdır? Çox ağır sualdır. Utilitarizm prinsipi ilə getsən, ən çox həyatı xilas etməlisən, yəni bəlkə də sərnişiniyə qurban verməlisən. Amma Kant etikası deyir ki, heç kimə qəsdən zərər vermək olmaz. Proqramçılar bu fəlsəfi seçimləri koda necə çevirsinlər? Bax, bu $1.000.000 sualdır. Və hələ ki, universal hamı tərəfindən qəbul edilən bir cavab yoxdur. Hər bir yanaşmanın öz problemləri var. Üstəlik, bu tək etik problem deyil. Məlumatların məxfiliyi məsələsi də var. Bu avtomobillər, ətraf mühit, insanlar, bizim hərəkətlərimiz haqqında inanılmaz həcmdə məlumat toplayır. Hə, kameralar, senzorlar. Bəli, bu məlumatlar kimin əlinə keçəcək? Necə istifadə olunacaq? Necə qorunacaq? Bunlar çox ciddi narahatlıq doğuran suallardır. Qanunvericilik isə bu texnologiyanın sürəti ilə ayaqlaşmaqda çətinlik çəkir. Bəzi ölkələr addımlar atır amma. Məsələn, Almaniya, deyəsən, səviyyə 4 avtomobillərin müəyyən ərazilərdə istifadəsinə icazə verən qanunlar qəbul edib. Bəli, bəzi addımlar var. Amma əksər ölkələrdə qanunvericilik hələ də daha çox sınaq mərhələsinə fokuslanıb. Və bir qəza baş verəndə məsuliyyətin kimdə olması məsələsi hələ də tam aydın deyil. Sürücüdəmi? İstehsalçıdamı? Proqram təminatını yazandamı? Görünən odur ki, o tam avtonom gələcəyə gedən yol heç də hamar deyil. Sizin materiallarda MIT professoru Rodney Brooks'un bir fikri də var idi. Deyirdi ki, real özünü idarə etmə hamının düşündüyündən daha çətindir. Bəli, çox maraqlı fikirdir. Brooks deyir ki, bəlkə də problem təkcə avtomobilin özündəki texnologiyada deyil. Bəlkə də bizə təkcə ağıllı maşınlar yox, həm də ağıllı yollar, yəni ətraf mühitlə, infrastrukturla daimi əlaqədə olan yollar lazımdır. Bu da məsələni daha da mürəkkəbləşdirir. Çünki böyük infrastruktur dəyişiklikləri tələb edir. Yəni, ilkin nikbinlik biraz həddindən artıq olub bəlkə də. Problemin miqyası daha böyükdür. Belə görünür. Amma potensial da böyükdür, bunu da unutmaq olmaz. Sadəcə realistik olmaq lazımdır. Beləliklə, ümumiləşdirsək, özünü idarə edən avtomobillər böyük vədlər verir, amma eyni zamanda qarşımızda ciddi risklər, texniki çətinliklər və hələ cavabı tapılmamış dərin etik suallar var. Bəli. Texnologiya inkişaf etdikcə, daha çox real dünya məlumatı toplandıqca, qəza statistikaları dəqiqləşdikcə və ən əsası, cəmiyyət olaraq biz bu müzakirələri daha açıq və dərindən apardıqca, yəqin ki, gələcək yolumuz biraz daha aydınlaşacaq. Tamamilə doğrudur. Və sonda bəlkə də dinləyicilərimiz üçün bir düşüncə toxumu əkək. Gələcəyin yollarında bu ağıllı maşınların verəcəyi o həyati, bəzən ölüm-qalım qərarlarının son məsuliyyətini kim daşımalıdır? Onları yaradan mühəndislər,
Onları alan və istifadə edən sizlər, yoxsa bu qaydaları, bu əxlaq normalarını müəyyən edəcək bütün cəmiyyət? Siz şəxsən bu texnologiyaya nə dərəcədə etibar etməyə hazırsınız?